Ziyafət Abbasova nə istəyirdi? Yaşamaq istəyirdi. Normal insan kimi yaşamaq istəyirdi. Amma o yaşam tərzini qura bilmədi. Niyə? Çünki Azərbaycanda Əliyevlər adlı bir yırtıcı, bir quldur hakimiyyət hökmranlıq edir, hegemonluq edir. Onlar üçün Azərbaycan vətəndaşı maraqlı deyil. Onlar üçün yalnız Əliyevlər, ailənin maraqları, ailənin istəkləri maraqlıdır. Bu günlərdə gördüyünüzdə İlham Əliyev Qarabağa getmişdi. Ayaqlarını da bir belə yayxanaraq suya sallamışdı. Mehriban Əliyeva da bir pantalon geymişdi. Hələ bir deməli Mehriban Əliyeva eyni zamanda macəra, o həmin şəkil, deməli kəllədir, bir də çarpaz sümüklərdir. Bu düzdür, təhlükəli yerlərin qarşısına vurulur adətən belə bir şəkillər. Bir də ki, mən axtarıb tapdım piratlarda, piratların bayrağında olur. Mehriban Əliyeva elə özü piratdır bu öz yerində. Bir də onlar əyləncə, macəra sevirlər. Mehriban Əliyeva əyləncə sevmirmi? Sevir. Həftə 8-9 İtaliyada, həftə 8-9 Fransada, orada, burada öz keyfindədir. Bu adam vitse-prezident olub, Azərbaycanın bir köklü problemi ilə maraqlanmayıbdır. O vitse-prezidentə bir müqəbba kimi otuzur olubdur.